Bundan başqa bu gün insanları çox narahat edən pullu Dəmirovun müalicəsində də çox gözəl məlhəmlərimiz var və göbələk xəstəliyinin müalicəsində də gözəl məlhəmlərimiz var və çox gözəl effekt alırıq. Yəni tam təbii şəkildə insanları narahat edən baş ağrısı, miqren xəstəliyinin hələlik müalicəsi dünyada bizə məxsusdur. Təbii üsullarla müalicə mərkəzində arıdan, zəlidən, bitkilərdən, qurbağadan və digər vasitələrdən istifadə edirik. Tək arı ilə müalicə miqren xəstəliyinin yox, eyni zamanda revmatizmin, radikulitin, oturaq sinirin iltihabının və xüsusilə də revmatoidin, poliartritin, oynaq xəstəliklərinin, osteoartroz, artrit xəstəliklərinin müalicəsində və fəqər ətrafında olan sıxılmaların, protuziyaların və krija deyilən yırtıqların müalicəsində arı ilə müalicə mükəmməldir.